Biz elə bilirik ki, bizim çoxlu seçimlərimiz var. Hansı işi seçim, harda yaşayım, kimlə birlikdə olum. Onların heç biri seçim deyil. Əsl seçim bir dənədir. Və bu seçim ondan ibarətdir ki, sən xoşbəxt olmaq istəyirsən yoxsa yox. Sən xoşbəxt olmaq istəyirsən, yoxsa istəmirsən qardaş. Və çox insan deyir ki, əlbəttə xoşbəxt olmaq istəyirəm, elə deyil. Əlbəttə ki, mən xoşbəxt olmaq istəyirəm, amma boşanıram, ona görə xoşbəxt ola bilmirəm. Amma ki, pulum yoxdur, ona görə xoşbəxt deyiləm. Tanış gəlir bu cümlələr sizə. Yəni səbəb axtarırsansa xoşbəxt olmamaq üçün, bu o deməkdir ki, sən bu xoşbəxtliyi seçmirsən əslində. Yəni mən öz seçimimdə əslində səmimi deyiləm. Bu deməkdir. Həyatda yalnız xoş hadisələr baş vermir. Və bu baş verən hadisələri biz seçmirik. Səninlə baş verəcək hadisələr artıq bəllidir sənin həyatında. Və bunları sən seçmirsən. Bu o deməkdir ki, sənin bu hadisələrlə bağlı kontrolun yoxdursa, nə edə bilərsən? Əgər belədirsə, hadisələri biz seçmiriksə və xoş olmayan hadisələr baş verəcəksə onsuz da, onda heç olmasa bəlkə biz bütün bunlara rəğmən xoşbəxt olmağı seçək. Necə fikirdir? Yəni heç vaxt öz ürəyimizi bağlamayaq, həmişə onu açıq saxlayaq. Bu fikir xüsusilə Azərbaycan reallığında çox utopik səslənir. Kimə desələr ki, qardaş, uşağımı məktəbə qoymağa pulum yoxdur. Nə bilim, qanqaraçılıq, orada nə bilim, anam xəstədir, o belə oldu filan. Yəni orada mən necə xoşbəxt olum? Və qulaq assan onu sanki haqq da verərsən adama. Onun dərdlərinə qulaq assan deyirsən ki, yox qardaş, sən xoşbəxt olma. Sən elə vəziyyətdəsən ki, sən ancaq bədbəxt olmalısan, özünü bədbəxt hiss etməlisən, pis hiss eləməlisən. Amma bunu deyəndə o adama birdən-birə o bəlkə də özünü müdafiə edəcək. Desən ki, sən bədbəxt ol, sən xoşbəxt olmasan bədbəxt ol. Çünki sənin anan xəstədir və yaxud işdə problemlər var, uşağına oyuncaq ala bilmirsən. O zaman bəlkə deyəcək ki, yox, mən niyə bədbəxt olmalıyam? Yəni ki, mən də insanam da. Mən də insanam da, mən də xoşbəxt olmaq haqqım var. Sən kimsə desə ki, sənin kifayət qədər səbəbin var ki, sən bədbəxt olasan və bədbəxt ol. Xoşbəxt olma. Sən deyərsən ki, bir dəqiqə, bu nəsə atışdır deyəsən. Niyə mən xoşbəxt olum? Kimdən əskiyəm? O zaman sən artıq düşünməyə başlayırsan. Amma kimsə sənə xoşbəxt ol deyəndə sən deyirsən ki, yox, o qədər səbəb var. Qanqaraçılıq, orada Qəzza, İsrail, nə bilim, Ukrayna, müharibələr, aclıq, inflyasiya, nə bilim, min dənə səbəb var da xoşbəxt olmaq üçün. Min dənə səbəb var. Və ağlımız da o səbəbləri çox sevir. Onları götürsün, oradan drama düzəltsin, orada ilişsin qalsın. Və nəticədə bizim ürəyimiz bağlanır və xoşbəxtlik kanalı bağlanır və biz özümüzü pis hiss edirik. Ona görə bu müəllif deyəndə ki, sən nə baş verirsə baş versin, xoşbəxt ol. Adam biraz deyir ki, okey də, tamam, yəni ki, biraz realistik ol. Necə yəni mənim indi atam rəhmətə getsə mən xoşbəxt olmalıyam. Mən Azərbaycanda yaşayıram, orada olmaq istəmirəm məsələn. Status yazmışdım. Bir status yazmışdım Facebookda. Düzü hər yerdə, yəni Facebookda sadəcə bir nəfər şərh yazmışdı ki, mən yazmışdım ki, nə qədər şanslı olduğunu xatırla. O da yazmışdı ki, bəy, Azərbaycanda doğulmaqla nə qədər şanslı olmaq olar, yəni ki, özümü necə şanslı hiss edirəm, Azərbaycanda doğulmuşam. Yəni ki, bax, sadəcə bir ölkədə olmaq belə kim üçünsə artıq qan qaraldan bir şeydir. Və yaxud mənim Almaniyada olmağım məsələn. Kifayət qədər səbəbdir ki, qanım qaralsın. Hər dəfə yadıma düşəndə qanım qaralır. Bu o deməkdir ki, mən səmimi deyiləm xoşbəxt olmaqda. Mən izin verirəm ki, Almaniyada olmaq, qulaqsan deyəcək ki, bu adamın dərdinə baxdı. Almaniyada olmaq bunun qanını qaraldır. Əlbəttə ki, baxır harda, hansı mühitdə yaşayırsa, onun çox təsiri var insana. Elə mühitlər var ki, sənin xoşbəxtliyinə çox kömək eləyir. O zaman bu müəllifin dediyini eləmək çox da çətin olmur. Hər bir halda sən olduğun yer, mühit sənin qanını qaralda bilər. Olduğun yaşadığın həyat şərtləri sənin qanını qaralda bilər. Sənin olduğun evlilik sənin qanını qaralda bilər. Sənin övladın sənin qanını qaralda bilər. Sənin sevgilin, sənin dostun qanını qaralda bilər. Sənin müdirin qanını qaralda bilər. Küçədə kimsə sənə bir siqnal verdi, sənin qanını qaralda bilər. Kimsə səni söydü, qanını qaralda bilər. Polis sənə cərimə yazdı, qanını qaralda bilər. Xalan sənə nəsə bir səhv baxdı, səhv söz dedi, bu da sənin qanını qaralda bilər. Hər şey sənin qanını qaralda bilər. Elə deyil. Belə bir həyatda biz yaşayırıqsa, onda bu xoşbəxtliyə bəlkə heç yer yoxdur orada. Nə düşünürsünüz? Yer var ümumiyyətlə xoşbəxtliyə. Bəlkə epizodik, qısa anlarda, arada bir, bəlkə ümumiyyətlə yer yoxdur.